Salam aleykum aziz dəyərli izləyicilər. Yeni Ramana qəsəbəsində Buta palasının arxasında qəşəng 3 sot yarım torpaq sahəsinin içində belə möhtəşəm bir dənə evimiz satışa çıxıbdır. Əziz izləyicilərim, belə həyətində sexi, belə bir dənə otaq, sex kimi istifadə edirlər. Sonra sanitar qovşağı çöldə. Sanitar qovşağı. Bura moykasıdır. Yedin qoxuna kimi də istifadə edirlər. Sonra sexin bir hissəsi buradır inşallah. Bir otağı. Həyətində obyektdir də elə. İstəyən burada kombi yeridir. Əlavə həyəti. İstəyən buranı evdə otaq kimi də istifadə edə bilər. Allahın izni ilə. Əzizlərim, sizin indi evi də təqdim edeyim. Ev 5 otaqdan ibarətdir. Geniş koridoru, qəşəng. Koridor sistemidir, girdin koridor. Böyle koridoru qəşəng. Sırf özü üçün tikilmiş evdir. Yəni satdıq məqsədinə tikilməyibdir. Bəli, bura belə geniş yataq, qonaq otağı. Qonaq otağı. Həqiqətən də çox möhtəşəmdir, əziz izləyicilər. Yəni belə tələsin, gəlin o evi alan, yəni peşman olmayacaq inşallah. Sonra bura bir dənə yataq otağı. Yataq otağı 8 daş kürsüdədir inşallah. Tak. Bura bir dənə yataq otağı. Yataq otağı. Bir dənə zəhmət. Bura bir yataq otağı. Yataq otağı. Ev həqiqətən də çox möhtəşəmdir, əziz izləyicilər. Bura mətbəxtədir. Yəni fikir verirsiniz, qoşa daşdan inşa olunubda əzizlərim. Yəni ev maşallah çox süperdir. Burada sanitar qovşağı da. Yəni çöldə də var, içəridə də var inşallah. Koridorun bir dənə enliyinə baxın inşallah. Geniş koridoru. Yəni sırf özü üçün tikilmiş evdir, əziz izləyicilərim. Yəni belə evi yəni Ramanada təşkil olar inşallah. Burada şkafdır, yəni girəcəkdə. Onlar asmaq üçün yer düzəldibdir. Çox möhtəşəm düzəldibdir. Ev kamera sistemidir inşallah. Kamera sistemidir. Bu da həyətidir inşallah. Bir dənə həyətinə fikir verin. Çox gözəl 4-5 maşın girəcək həyəti var inşallah. Tam yaşayışın içindədir. Tapalasın tam arxasındadır. Yəni Ramananı tanıyanlar bilirlər buralar. Necə bir yerdir inşallah. Hər kimə gəlib baxsa alsa Allah ona xeyir versin. Xeyirli olsun.